Salam, hər vaxtınız xeyir olsun. Ölkənin kriminogən durumundan operativ və dəqiq xəbər verən verilişdə növbəçiniz mənəm Rəşad. Binəqədidə söyüş qanlı hadisəyə səbəb olub. Gənc oğlanın ağsaqqalı söyməsi ürəyindən vurulması ilə nəticələnib. Binəqədi rayonu 6-cı mikrorayon Cimşidov küçəsi ev 1-7, mənzil 30-da yaşayan 1983-cü il təvəllüdlü Məlikov Həsən Tofiqoğlu Svetlana Məmmədova küçəsi ev 203-ün qarşısında naməlum şəxs tərəfindən bir dəfə döş qəfəsinin kəsilmiş, deşilmiş yarası ilə xəsarət alaraq klinik tibb mərkəzə yerləşdirilmişdir. Məlumat daxil olan kimi Binəqədi rayon polis idarəsində əməliyyat istintaq qrupu yaradılıb və Həsən Məlikovu bıçaqlayan şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Bu zərərçəkmişlə qonşu binada yaşayan 57 yaşlı Buksay Seydəloğludur. İlkin ifadəsi zamanı Buksay Seydəloğlu özündən 28 yaş kiçik olan cavanı söyüş üstündə bıçaqladığını bildirib. Məlikov Həsən Tofiqoğlu Svetlana Məmmədova küçəsi ev 203-ün qarşısında öz dostu ilə yüksək tonla söhbət edilmiş. Həmin binada yaşayan Buksay Seydəloğlu gəlib ona yaxınlaşıb ki, bildirib ki, axşamdır, aşağı səslə danışılan. Mən söyüş söyümünə, bala kimsənsən, durun gelin bunu. Hələ yaxşı əliylə. Elə Mustafa balaca sözümü çəp düşdü, o gün gördüm, gedmir, əlbəq oldu. Sonra onun iki uşaq gəldi, girdi yara, aralandıq. Mən də fırlandım bir yana. Tezdən gənə daha üzü istirəm o, deyə bilmirəm. Nalayıq da sözlə söyüş söydü, yürüdü üstümə. Üstümə yüründə mənim üçün balaca fanat yarımda şey, tükan bıçağı var. Böyle elədim, gördüm ki, deydi burasını, hansı üzü öz idməylə. Bundan sonra Buksay Seydəloğlu bıçağı hadisə yerində tullayıb evə yollanıb. Yaralı isə şahidlərin köməkliyi ilə bir saylı klinik şəhər xəstəxanasına aparılıb. İndi valideynlərini tanıdığı gənci bıçaqladığı üçün peşman olan Buksay Seydəloğlu onun söyüş söyməsini hələ də həzm edə bilmir. Ola bilər mənəm günahkar, səhv eləmişəm, vur məni, söy məni. Adam o momentdə üzü üstə qiriyyət namus, mən oxuyum. Mən nə davəliyən vaxtımdır, nə adam vuran vaxtımdır, nə döyülən vaxtımdır. Gör, nə yeri çatdırdı ki, nə bilim, oldu, onun çarə yoxdur. Artıq faktla bağlı Buksay Seydəloğlu barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edim ki, saxlanılan şəxs əvvəllər də dövlət əmlakını mənimsədiyinə görə həbsdə olub. Müsaliha Məmməd qızı, Emin Qaraşlı, ANS. Ötən gün paytaxtın Nizami rayonu ərazisində daha dəqiq 272 saylı tam orta məktəbin nəzdində fəaliyyət göstərən Zəngilan rayon musiqi məktəbinin piano müəllimi 35 yaşlı Rəhmə İsmailovanın qətlə yetirilməsi haqqında məlumat vermişdi. Artıq Nizami polisi qətlə təqsirli bilinən Rəhmə İsmailovanın həyat yoldaşı Fəal İsmailovun qoluna qandal vurub. Qeyd edim ki, Rəhmə İsmailova Zəngilan rayonundan məcburi köçkündür və o Badamdar qəsəbəsində yaşayırmış. Həftənin 1-ci və 4-cü günləri pianodan şagirdlərə dərs vermək üçün məktəbə gələn müəllimin 5 yaşında bir qızı var. Fakt araşdıran Nizami rayon prokurorluğunun müstəndiqi Mobil Şəfiyevdən aldığımız məlumata görə hadisəyə ailə məişət zəmində düşən mübahisə səbəb olub. Qeyd edim ki, bir neçə ayda ərli arvad arasında narazılıq yarandığından ayrı yaşayırmışlar. Hətta rəsmi olaraq boşanmaları üçün Rəhmə xanım məhkəməyə ərizə də veribmiş. Lakin Fəal İsmailovun barışmaq istəyi qanlı hadisəyə səbəb olub. Elə hadisə günü də Fəal Rəhmə xanımla barışmaq üstündə mübahisə edib. Nəticədə isə xanımını 9 bıçaq zərbəsi endirməklə qətlə yetirib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Xətai polisi isə Dərəduzu həbs edib. Saxlanılan Kazım Kazımzadə məşhur müğənnilərimizdən birinin qardaşıdır. Xətai rayon polis idarəsi cinayət axtarış şöbəsinin əməkdaşları vətəndaşların etimadından sui-istifadə edən Kazımzadə Kazım Ələsgəroğlunu saxlayıb. Paytaxtın bir neçə rayonunda bina tikintisi ilə məşğul olan Kazım Kazımzadə bir mənzili bir neçə nəfərə sataraq vətəndaşların pulunu mənimsədiyi üçün məsuliyyətə cəlb edilib. Kazımzadə Kazım Ələsgəroğlu yeni tikdiyi binada vətəndaşlardan küllü miqdarda mənzil satmaq adıyla vətəndaşlardan küllü miqdarda pul alaraq dələduzluq etmişdi. Həmin o binanın müqavilə adı ilə bir evi digər şəxslərə satma adıyla vətəndaşları aldadaraq hər birinin ayrılıqda hər birindən pul alınmışdır və bundan əlavə Hövsan qəsəbəsində torba sahəsinin üstündə həyət evi tikmək adı ilə bir neçə vətəndaşlardan da ayrı-ayrılıqda pul almışdır. Qeyd edim ki, aldadılan mənzil sahibləri tərəfindən idarəyə daxil olan çoxsaylı şikayət ərizələri əsasında Kazım Kazımzadə barəsində hələ 2011-ci ildə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Amma həmin vaxt şübhəli şəxsi istintaqa cəlb etmək mümkün olmadığından onun barəsində axtarış elan edilib. Kazım Kazımzadənin dələduzluq yolu ilə aldatdığı insanların sayının artacağı da istisna edilməyib. Hətta onun bu əməlindən digər zərər çəkən şəxslər varsa, Xətai rayon polis idarəsinin istintaq şöbəsinə və Cinayət Axtarış şöbəsinə məlumat verməsi barədə xahiş edirik.
Siz aldatmamışam tanımaq. Xeyr, qardaşım. Arada kimsə qızışdırıb, Allah'ım. Yüzlərlə insanlar qızışdırıb. Yüzlərlə deyil axı. Orada bu dəqiqə iş gedir, hamı da gəlir, işinə köçən də var 2 nəfər. Faktla bağlı Xətai rayon polis idarəsinin cinayət haqları şöbəsində toplanan materiallar artıq istintaqa təqdim edilib. Kazım Kazımzadənin dələduzluq yolu ilə nə qədər vətəndaşı aldatdığı və dəyən ziyanın ümumi miqdarı aparılan araşdırmalardan sonra bəlli olacaq. Bir maraqlı məqamı da qeyd edim ki, Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham olunan Kazımzadə Kazım Ələsgədoğlu Respublikanın xalq artisti Aygun Kazımovanın doğma qardaşıdır. Anar Qafadov, Yusuf Əsgədoğlu, Aynes. Sabunçu polisi uğurluqla məşğul olan 2 dostun qoluna qandal vurub. Növbəti materialımıza baxaq. Sabunçu polisi hələ ötən ilin yayında rayonun Pirşağı qəsəbəsində baş vermiş oğurluq faktının üstünü açıb. Hadisədə adı keçən 22 yaşlı Ağdam rayon sakini Tağıyev Orxan Kərimoğlu və onun həmyaşıdı Şamaxı rayon sakini Qəhrəmanov Maqsud Əzzağoğlu artıq 15-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil veriliblər. Qeyd edim ki, saxlanılan dostlar zərərçəkmiş Bağırova Saniyə Qasım qızının evindən 200 manat dəyərində seyf qapını və 170 manat dəyərində 2 ədəd plastik pəncərəni oğurlamaqda təqsirli bilinirlər. Hadisə barədə isə polisi elə zərərçəkmişin özü məlumatlandırıb. O bildirir ki, yəni ki, biz orada yaşadığımıza görə sonra gəlib aşkar etmişik ki, falan göstərilən əşyalar oğurlanıb. Ərizə edilib müraciət edək, 15-ci polis bölməsinə müraciət edək, bildirmişdik bu barədə. Onlar tərəfindən keçirilmiş əməliyyat axtarışları bir nəticəsində həmin şəxslər müəyyən olunub, göstərilən şəxslər və onlar tutulduqda öz ifadələrində ki, onları bildilər ki, həqiqətən də uğurluydular həmin əşyaları. Dəmir qapını satıblar tanımadığı şəxsdən, amma baxmayaraq tanımadığı şəxsə satıblar. Həmin dəmir qapını alan şəxsin həyətinə özləri aparıblar. Bu isə həmin seyf qapının yerini müəyyən edilərək maddi sübut kimi götürülməsinə şərait yaradıb. Hazırda polis plastik pəncərələrin yerinin də müəyyən edilməsi üçün tədbirlər həyata keçirir. Dənizə gedəndə Orxan deyib ki, Ağdamlı Orxan, burada qapı pəncərə var, onu aparaq. İkinci eve gedəndə onu Orxan aparıb, birlikdə aparmışıq. Tanımadığım şəxsə satıb. Nə qədər satıb? 80 manata birinə verib, 50 manata birinə. Oğlanı da tanıyırdın? İnşaatda fəhləşdiyini tanımışım. Bəs o qapı gördüyünüzə, o quraşdırılmış vəziyyətdə, yoxsa elə qırağı dayanmışdı? Quraşdırılmış idi. Onu sökdünüz deməli? Sökdən dartana çıxıdır qapı. Bəs necə apardınız? Gözünü çatdırır? Bəli. Nə ilə apardınız? Çıxartdıq, qoyduq zaborun dibinə. Sonra maşın tapdıq dənə, qoyduq ona apardıq. Bəli. Faktla bağlı isə Cinayət Məcəlləsinin uğurlu maddəsi ilə cinayət işi başlanılıb. Polis dostların daha hansı cinayətlərdə iştirak edib etmədiklərini də araşdırır. Sərxan Kemallı, Elxan Hüseynov, Aynes. Görmüşük ki, adətən hüquqşünaslar zərər çəkənləri müdafiə edir. Amma bu dəfə həmin o hüquqşünaslardan biri müdafiə etdiyi şəxsin 12.600 manatını əlindən alaraq qaçıb. Çox uzağa qaçmağa taqəti olmayan Rövşən Cəfərov artıq həbs edilib. Xətai polisi soyğunçu hüquqşünası həbs edib. Bu 1979-cu il təvəllüdlü Rövşən Cəfərovdur. O, hüquqi xidmət göstərdiyi müştərisi Reyhan Atayevanın küllü miqdarda pulunu götürüb qaçıb. Belə ki, 2008-ci ildən Rövşən Cəfərov Reyhan Atayeva adlı şəxsə həyat yoldaşı ilə aralarında olan mülk mübahisələrinin aydınlaşdırılması, əmlakın bölünməsi istiqamətində hüquqi xidmət göstərib. Rövşən Cəfərov iddia edir ki, bu müddət ərzində müştərisi ona heç nə ödəməyib, əksinə o öz şəxsi vəsaiti hesabına sənədləşmə işlərini həyata keçirib. Həmin əmlakların alınması ilə bağlı müəyyən, belə deyək də, sənədlərin toplanmasında pul vermişəm və xanımın həmən məndən şikayət edən şəxsin özünə ticarət mərkəzinin alınmasında və digər işlərində öz şəxsi pulumu vermişəm. Həmən pulları qaytarmaması mənə şərait. Amma zərər çəkmiş Reyhan Atayeva izahatında bütün bunların əksini onun 12.600 manat pulunun təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyini bildirib. Reyhan məhkəmə icraçıları və nümayəndəsi olan deməli Rövşən Cəfərovla birlikdə Kapital Bank'a gedərək hərraza çıxarılmış əmlakdan satılmış 52.000 manata yaxın olan məbləği birlikdə götürüb daha sonra evə gəlmişdi. Evə gələn zaman avtobusdan düşən zaman həmin onun hüquqlarını müdafiə etmiş Rövşən Cəfərovun da avtobusda olmasını görmüş. Reyhandan ona deməli məxsus olan santanı dartıb əlindən almaq istəmiş və həmin şəxs onun sumkasından olan pulun bir hissəsini, yəni 12.600 manatı götürərək deməli qaçmış və Rövşən Cəfərov isə Reyhan Atayevanın bütün bunları ona söz verdiyi evi almamaq üçün etdiyini deyir. Məqsəd mənə bir otaqlıq olacaqdı.
Deməli, əvvəlcə nə ilə danışdınız? Bəli, danışığımız bir otaqlı ev alacaqdı. Tutardı. Ondan sonra da mənə həm bir otaqlı evi almamaq üçün, həm də ki, mənim verdiyim pulları qaytarmamaq üçün şərait. Zərərçəkmiş şəxs öz ifadələrində göstərib ki, dəfələrlə hüquqi xidmət göstərməsinə görə şəxsə ayrı-ayrı məbləğlərdə müəyyən müddətlərdə pullar verilmişdi və onun tərəfindən bir otaqlı ev vəd verilməmişdi. Həmçinin Xətai rayon polis idarəsində aparılan araşdırmalar zamanı o da müəyyən edilib ki, Rövşən Cəfərov paytaxtın Nizami rayonu ərazisində də cinayət törədib. Həmin şəxs barəsində bundan əlavə olaraq hal-hazırda Nizami rayon məhkəməsi tərəfindən dələduzlu 178-ci maddə ilə cinayət işi istintaq olunur və şəxsin cinayət əməllərinin bir neçə qurbanları vardı. Artıq faktla bağlı Xətai rayon polis idarəsinin istintaq şöbəsində zərərçəkmiş şəxsə küllü miqdarda ziyan vurmaqla soyğunçuluq törətmə maddəsi ilə cinayət işi başlanılıb. Müsaliq Məmmədqızı, Rizvan İsmailov, ANS. İndi isə bir şifa məlumatı nəzərə çatdırır. Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsindən aldığımız məlumata əsasən 1995-ci ildə İsmayılı rayonunda anadan olan orta təhsilli subay İsmayılı rayonunun Suud kəndində qeydiyyatda olan Sabunçu rayonu Bakıxanov qəsəbəsi Olimpiya İdman kompleksində oxuyan və elə oranın yataqxanasında yaşayan Poladov Məbud Ərəstun oğlu 30 noyabr 2011-ci il tarixində təxminən səhər saat 10 radələrində oxuduğu idman kompleksindən çıxıb və bir daha geri qayıtmayıb. Həmin vaxt Poladov Məbud Ərəstun oğlunun əynində qara idman geyimi, cins şalvar, başında qara papaq olub. Sol qulağı və burnu sınıqdır. Şəkildə gördüyünüz Poladov Məbud Ərəstun oğlunu görənlərdən və ya onun haqqında hər hansısa bir məlumat olanlardan 425-0202, 428-0202, 425-4915, 425-0301, 427-4130 şəhər və 050-442-4130 mobil nömrəsinə zəng etməklə məlumat vermələri xahiş olunur. Belə növbəçdə bu günə təqdim edəcəklərimiz bu qədər. Verilişimizi tam olaraq